Qaramsara gəlmişik. Festival. Toyuq festivalına gəlmişik. Bura toyuq festivalıdır. Var. Bir korsan da var. Ha. Ha, gördüm o burada. Bak görürsən Ramiz, burada yazıblar da nədir. Astralopa bax. Adam da babalın yumağı. Arabalarda sağlamından çok kez gelir yumağı. O da gelen de sana hiç gibi eğlenecek. Ona göre de olmaz. Yani ben de sadece bir ilk növbədə toyuğu quşu saxlamaq üçün şərait bu en birinci vacib şərt. Havalanma sistemi, şəraiti təmizliyi olur. Bu bir. İkinci de yem olur. Yem düzgün seçilməli. Dekoratif quşlar yem fərqli olur. Mütləq, kör-körünə, başqa Ramiz bura baxır, Ramiz bunlar var. Bunlar da var. Ama bu məhv. Himnoslar dayanmaq lazım. Thank you.
Görürsən, bunlar hamısı Avstraliyadırlar. Horozlarına bax, gör necədir. Bilgiləri Bundadır o, ha? Ramiz ora bax, Ramiz. Ramiz bax. Jersey gigantı bu, Jersey. 5 ayın içinde. 5 ay içində, heç 5 ay. Görməm buydu. Yeməşmək nədir? Arpa buğda belə. Böyle yok, yani biraz dekoratif boşların yemi farklıdır. Yani farklı yanaşmak lazımdır. Yani buna arpa biz vererekse bu inkişaftan kalar yani. Arpa yumurtayan Yaşam tarafa gelir. xərci, yeri, yurdu necə olmalı? Yeri yurdu bol necə olur yani? Temiz olur. O dekoratif. Dekoratif var ama. Yeri bir mavi yok. Bunları bırakmıyor. Oy. Krasavçı. Görsən necədir? Divdələri və görün gerçək bəzəkli, məzəklidir. Əsas belənci toyuq lazımdır bizə. Bunlar dekoratif toyuqlardır. Da bunların saxlaması da Bədən yiyir. görsən bunlar Saxlayıb bırakma. bunlar Bir dənə bırakma saxlayarıq. Aa, burnu boydular. Çok büyükler. Bunları Görsən biraz serebristə də oxşuyur. Serebristdən törəmə bırakmalardı nədirsə. ayağını görsən ayağı. Buna geçirdikçe görsən də ayağı. Bunlar bırakmalar. Varuzları da var ya orada. Ha, indi keçirik orada. Bax, bunlara bax. Bunlar da qəşəng bırakmalardı. Bunlar yaxşı bırak. Bəzəkli də. Yəqin ki, bırakmadı da. O tərəfdə yazıları yazılır. Bırakmıyorlar çox böyük. O, xoruza bax. O, deyir hamımız biz istədiyimiz xoruzdan. Əjdaha. Oy, oy. O, bunlar. O, bu da. Aa. Qəşəng. Bizə bundan lazım. Bu harada? Burada bunlarla aşk olanlar var da. Gerek. Şimdi buradakilara bakalım. Tapmaq lazımdır da. Onlar balaca deyil, onlar şirin olur. Mesela. Aslan ola bilər də. Değil mi? Kebra. Bunlar nədir? Çırtdan bırakma. Bunlara çırtdan bırakma deyirlər də. Bunlar öyle böyümür yəqin. Bu boyda qalır. Elə bura baxsan. Bunlara baxaq. Şey deyil. Bunlara çırtdan H5 deyirlər. Bakalım. Varçı yaxşı. Ala bilərik. Görmədim axı orada. Allah. Geçen yerlerine de bak. Aynen.
Bu softunu görməmişəm. Salam, salam. Deyə bilərsiniz bundan qalsın. Əzəb Toulouse yazılarıdır, Fransaya məxsusdur. Bəs Çəkiləri, maksimal çəkiləri 19-20 kiloya qədər olur. Bunların ağziyərlərinə, dünyada məşhurdur bunların ağziyərləri, foie gras kimi, yəni delikates yemək kimi istifadə olunur. Potensial çəkiləri də 20 kilodur. Yəni həm görünüşlərinə, həm sakitliklərinə görə bütün qaz növlərindən fərqlənir. Bunların xüsusi baxışa ehtiyacı vardır. Ay Su çox. bəslənmələri yoxdur, amma bunlarda məsəl üçün balalarda standartları yerində olsun deyə qan bağlılıqları olmamalıdır heç bir. Yəni ailə və yaxud da qohumluq əlaqələri olmamalıdır ailə aralarında. İki dişiyə bir erkək saxlanılır, ailə üzv təşkil olunur. Bunların ümumiyyətlə yaşam müddəti nə Yaşam qədərdir? müddəti 10 ilin üzərindədir. 10 ilin üzərində. Bunlar neçə yaş? 7 aylıqdılar. Yumurtaları 200 qram olur. 200, 220. Çox sağ olun, sağ olun. Salam, salam. nə verəcəksiniz hədiyyə olaraq? Burada hər il deməli, Azərbaycan Dekorativ Quşçuluq Federasiyası tərəfindən tədbir təşkil olunur, sərgi təşkil olunur və artıq sən tanış olmuşsan burada hansı cinslər, toyuqlar, xoruzlar, digər quş növləri var. Hər il sərgi keçirilir və il ərzində dünya hakimləri tərəfindən, beynəlxalq hakimlər tərəfindən buradan iştirak edən iştirakçılar müəyyən mükafatlara layiq görülürlər. Və artıq şahidi oldum ki, neçə insanlar müxtəlif öz quş növlərini bura təqdim edirlər və beynəlxalq hakimlər tərəfindən müxtəlif mükafatlara layiq görülürlər. Hər il bu sərgi keçirilir Azərbaycan Dekorativ Quşlar Federasiyası tərəfindən və belə sənin simanda Türk gəncləri, cavanları da dəvət edirik ki, iştirak etsinlər, müxtəlif quşları yetişdirsinlər və sən də onlara dəstək ol hər zaman. Kanalda izləyicilərlə də uğurlar arzulayırıq. Sağ olun. Yaxşıdır. Toyuq, buraxma, qaz, hər şey var. Doğrudan da. Oğlum düz deyir. İndi isə birazdan cücələri də verəcək bizə. İnşallah. O da kısmet olacak. Mən də bir dede kimi çox xoşuma gəldi. İşin avanda olsun. Çoxdan çox əylədi. Allah afəzlə can tanımasın. Sərgi əyləş oldu. Və mən solduğu insanlarla bu və türbə çoğlar var. Allah sənə bağlasın. İlahi şaban olur. Dəyişik. Xarabqaları hazırlayıb, o cücələr hədiyyə verəcəyik uşaqlara, ona görə. Bütün uşaqlara veriləcəkdir də. Sənə də bax, hədiyyə verəcəklər. Saxlayacaqsan sən də. Hədiyyə veriləcək, kim saxlayacaq, yəni həvəs yaradılır ki, uşaqlarda Ay, sağ ol. yetişdirici olsun. Ay, sağ ol. Və yetişdirib sərgiləri qatılsınlar. Görsən nə yaxşı almış. Görsən ona görə həvəs yaradırlar. Yəni həvəsi varsa, götürər, saxlayar, Bu var, saxlayır. lap gözlər. Bu elə o işə baxır elə uşaq. Boynun hündür olmaq. Verəcəyimiz şeylər, yəni belə deyək də, qaçıq heyvan döllərdə sırf öz mesela absturlu, brahma, təmiz cinslərdir. Saxlayıb özü Ay, sağ ol. İndi bunlar hansı növ verirsiniz? kim olsun övdən şorcu, uyğun verəcəyimiz. Bütün növlərdən qarışıq. Ha, elə eləyirsiniz. Biri absturlu, bilər, brahma istəyən brahma verərik. Okey. Gəl. Görsən indi gözləyək biraz. Nə vaxt olar təqribən? Birazdan olur. Yekunlaşmaq lazımdır. Uşaqlı ailələri yığmaq lazımdır. Bilək neçə dənə ailədir. Elə suları uşaqlı. Yəni ailənin sahibində hər ailəyə görə söylə. Neçə dənə olmuş? Mən də o birinci olacaq. Hayır, yox. Biz bırak. Bu fotoğraflar hal-hazırda sərgidə
olan heyvanların siyahısıdır və yetişdiricilərin adları da nömrələri qeyd edilir. Neçə balalı var, hansı qiymətlərdir? Hamısı burada qeyd olunur. Siz də məsəl üçün kim əldə etmək istəyirsə, əldə edib buradan hansı heyvan neçə baladır, hansı qiymətlərlə məsəl üçün mükafatlardır, hamısı burada qeyd olunur. Belə. Sağ olun, çox sağ olun. Sağ olun. Birisi Bakılıdır. Avstralop, İsmail koyublar. Onlardan satılır. yerli cücələr. Cüceler. Kaç tane var senin bahçende? Koyubların. Bunlar da 30 tane. 30 tane. Bana sormak istediğin bir şey var mı? Nə soruşmaq istəyirsən? Soru var mı? Sorun var mı deyir yəni, nəsə sormaq istəyirsən? Siz yəni bir özünüzü təqdim edərdiniz. Türkiye'de oturuyorum. Aha. Memleket İsviçre. Türkiye'de hakemlik yapıyorum. Kanatlı hayvan hakemi. Probably she speaks English as well. Yes, I do. So she does. She's not Turkish actually. No, I'm from Switzerland. I was judging the astronaut mainly, and my colleague from Slovakia was judging the dramas. So you are the judge. Yeah, I was a judge, yes. That's the So thing. I'm a judge in Switzerland and in Turkey. And for me, it's the third time here. I like very much. The breeders are very interested here. Do you know the standards of the chickens? Yeah. Where do you get the standards from? From the souls, that's where I'm learning from. Yes? Yeah. I can give you my card. That is also from the Turkish Federation, and we have a standard site. We are translating the European breed standards Right. into Turkish. So you can read this here, you can go in and you can download the standards. Right. So you can learn what they need to look like. Actually, he's got a huge interest, in keeping different types of chickens, Yes, yes. right? And he's just started. That's about like 3 months with YouTube channel. And we've got kind of a countryside house, so it's just keep going, keeping different types. It's very important to know the standards. All right. Because you have to, if you want to do this pure breed, Right. you have to keep them up to standard. Great. These breeds, they come from America, from England, Right. and they developed them in 150 years. Aha. So in your country and in Turkey, it's very new, but Right. we have to stick to the standards. Absolutely and right. we have to always choose the best, and we have to get rid of the ones that are not up to standard. Otherwise, the breeds, they will not be according to standard anymore. So, do you have the QR code there, or is that just a website? It's a website. It's website, so but it's and free to access. Standards, yes, of course, for everyone, and it's in Turkish. It's in Yes, Turkish as well, yes. right? So we can get any information from there. Yeah. That's very nice. I mean, it was really nice meeting you. Nice to meet So, you. I wish you good luck, and hopefully I will see you very soon. I hope that you can become a member of the federation. basically, we are thinking about that. That's the first time that we're joining this, and we would like just to him to become the member of the federation. Look, here is the president of the federation. So he's the president of the federation. Actually, he's my youngest son, and he'd like to become, a farmer one day. He's got his YouTube channel, and we just got the interest here. So he's kind of interested how he can become the member of the federation. Biliyor musun? Yes. Tabii Azerbaycanlıyız. Tamam İngilizce'den konuşuyor. Ben de düşünüyorum. Ben de bileyim sağ Yok biz onunla He's doing an interview in English. Azerbaycanlısın. Now he Bəli. Ramiz kardeşimiz var. Bu iki sərginin kataloqudur. Bu da Slovakiya klubundan gələn hədiyyələrimizdir inşallah. Buyur bu kataloqu. Gələn sərgidə heyvanları gözləyirik. Gəlib iştirak edərsin inşallah. Çox sağ ol. Klubu təzə yaratmışıq. Onu inşallah gələcək illərdə hələ Avstraliyada saxla inşallah sonra kluba daxil olarsan. Ben seni çok sevdim. Mən sənə deyim yazmışdım axı. Mən yazdım ilk gələrsən. Ben bakmam. Olar, boş ver, narahat olma. Bir dənə gətirsinlər maşında da 2 dəqiqə gətir.
Mənim üçün çətindir. Sərgi vaxtı ayaqlarının tükünə görə xal edərsən, o gələcək illərdə. Astroloqun ayağı tüksüzdür, bir də qara rəngdədir. Sən ağı sərgiyə çıxartmaq üçün gərək cimdirib zor edərsən. Amma qaranı etsən lazım, 48-dir. Asılır. Bunu da sənə hədiyyə edirik, bu dövüş sistəmi, bu şeydir. Yapın əvvəldə sorulmasıdır, burada federasiya var. Ola, inşallah gələn sərgidə sənə göstərir. Sağ ol, sağ ol. Başqa qardaşım, nasıl? Allah kömək. Bir də orada da Diyanı çəkək Gəl, sizi. problem yox. Gəl. Ha, Diyan Ramizdən şəklimizi çəkeyim, əminəm. Ay, sağ ol. Nəsə olsa, adın nə oldu? Mənim adım Rəşad. Ha, Rəşad. Nəsə lazımızın ömrəm var, 24 saat aktivdir. Allah sana razı Onun olsun. üçün qardaşım, belə uşaqlar həvəsli olsun. Amma bizim işimizdir. Allah köməyin olsun. Sağ ol, sağ ol. Onu gözləyək verəcəklər də şey Ha, cücələr. gözlüyün burada verəcəklər. Yaxşı, oldu əzim. Sağ ol, çox sağ ol, sağ ol, sağ ol. Savaş gedin verəcəklər. Ya. Bir də başqalara baxın. Başka ne gelen onlardan dinle. Ramiz biraz yaxın durarsan, sən əlində Ramizin şeyin ver. Ha. Ha, heç nə. Ramiz Anı. Ramiz get. Adla gedirsən. Bunu adla gedir. Bir də bunu hanı atası Ramiz? Ha. Fakat onu isti şeyler, normal yerə qoyula, balata düzələrdi, aparıb qoyula. Ha, ayrı qoyacağım onu. Ha, ayrı qoyula. Ha. Nəsə olsa Rəşad yazaram da. Problem yox. Allah razı olsun, çox sağ ol. Üç günlük sattı. Astronom değil. He. Temiz.